Hörmətli, dəyərli Sarı xanım, bu videonu sizə ekskluziv çəkirəm. Mən hal-hazırda Xankəndidəyim. Yanvar ayının birindən Xankəndiyə gəlmişəm. Bəlkə də deyərdim ki, ilk həyatımda bayramdır ki, bu qədər zövqlə keçirmişəm. Normalda mən bayram keçirməyi sevmirəm, amma nəyə görə Xankəndidə olduğuma görə xüsusi zövq almışam. Və təbii ki, hər addımımda burada gəzdikcə şəhidlərimizə Allahdan rəhmət diləmişəm. Çünki məhz onların sayəsində biz bugün buradayıq. Azərbaycan ordusu sayəsində biz bugün buradayıq. Hər şey çox yaxşıdır, çox gözəldir, hətta daha gözəl olacaq. Çox möhtəşəm bir kanalla izləyicilərimin qarşısına çıxacağım. Çox narahat olan izləyicilərim var və onlara söz vermişəm ki, YouTube üzərində bir nömrəli kanal olacaq. Baxda kanalı. YouTube üzərində bir nömrəli kanal olacaq. Məni sevənlər hər yerdə məni izləyə biləcəklər. Hər şey yaxşı yox, çox yaxşıdır. Hətta çox əladır. Çox təşəkkür edirəm sizə də və hazırda Xankəndinin günlük gözəllik havasını da sizə göstərirəm.